Herkese salam. Mən FS Akademiyada Dövlət Qulluğu Hazırlığı üzrə qanunverici fənnindən müəllim, həmçinin Vəkillər Kollegiyasının üzvü vəkil Qafar Həsənov. Bu gün biz konstitusiyada təsbit olunmuş müddətlərlə bağlı müddəalara baxacağıq, hansı ki, həm test mərhələsində, həm də müsahibə mərhələsində tələbələrə çaşdırmaq üçün verilən sualların ilki kimi deyə bilərik. Yəni ki, mütləq qaydada konstitusiyadan sual verilirsə, bu müddətlərlə bağlı da sual verilir tələbələrə. Vaxt itirmədən başlayaq. Hansı suallar verilir müddətlərlə bağlı? Mən onları bir yerə yığmağa çalışmışıq. Deməli, məsələ budur ki, ümumiyyətlə demişdik ki, qanunun qəbul olunması üçün şərtlər nələrdən ibarət idi? Qanun qəbul olunmaq üçün səs verməyə qoyulur Milli Məclis tərəfindən. Birinci, ikinci oxunuş, üçüncü oxunuş və yaxud da elə tək oxunuşda qəbul edirlər, səs qoyurlar, qanun Milli Məclis tərəfindən qəbul olunur. Ondan sonra növbəti mərhələ nə idi? Göndərirlər prezidentə, prezident onu imzalayır, imzalayandan sonra dərc olunur və həmin qanun qüvvəyə minir. Yaxşı, bu müddətlər necə tənzimlənir bu məsələdə? Ümumiyyətlə, qanunlar Milli Məclis tərəfindən qəbul edildiyi gündən 14 gün ərzində prezidentə təqdim olunmalıdır. Yəni ki, sən qəbul edirsən, həmin aralıq ki, hansı ki, çatdırılmalıdır prezidentə 14 gün ərzində olur. Bu, ümumi qanunlara aiddir. Yox, əgər təcili elan olunmalı olan qanun layihəsidirsə, təqdim olunur nə vaxt? 24 saat ərzində. Bax, testə salırlar 48 saat, tələbələrə çaşdırırlar. Xeyr, 24 saat ərzində bu prezidentə təqdim olunmalı. Bu prezidentə çatası müddətdə, prezidentin yox. Yəni, bu qanun qəbul olundu və yaxud da qanun layihəsi mütləq qayda nə olur? Göndərilir prezidentə. Yaxşı, bu prezidentlə bağlıdır. Amma yaxşı, prezidentə hansı müddət qoyulub? 56 gün ərzində istəyər təcil olar, istəyər qeyri-təcil olar, ümumi, istər 14 gün ərzində göndərməli olan, istər 24 saatda göndərməli olan qanun layihələri mütləq qaydada prezident tərəfindən 56 gün ərzində imzalanır. Bu da ona görədir ki, prezidentə üstünlük verilib, biz prezident respublikada yaşayırıq. Yəni ki, formal olaraq bizim respublikamız prezident respublikadır. Ona görə də prezidentə elə bir tələsik müddət qoyulur. İstər prezident 1 gün ərzində, istər 10 saatda imzalayır, istər 56 gün ərzində imzalaya bilər ki, bundan sonra qüvvəyə minsin. Yaxşı, qanunverici təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun və qərar, həm qanun layihəsi, həm də qərar layihəsi qanunverici təşəbbüsü hüququnda səsə qoyulur. Bax, ümumiyyətlə bilməliyik ki, qanunverici təşəbbüsü kimlərə məxsusdur? Demişdik ki, bunlarda, bax, bunu belə formada qeyd etmək olar ki, papam plus, belə deyək, 40 yaşlı körpə. Körpə deyirəm, amma istənilən halda. Bunlar, papam plus 40 yaşlı körpə ümumiyyətlə qanunverici təşəbbüsü hüququ olan şəxslərdir bizim konstitusiyamızda. Hansılardır? Bax, prezidentdir, Naxçıvan Ali Məclisidir, Azərbaycan Respublikasının prokurorluğudur. Ondan sonra Azərbaycan Respublikasının Ali Məhkəməsidir və Milli Məclisin deputatları və 40 K kimi dediyimiz, körpə kimi dediyimiz isə 40 min səs vermə hüququ olan K, yəni həm də K bildiyimiz min kimi qiymətləndirilən, yəni 40 min seçki hüququ olan vətəndaşımızdır. Bu nədir? Qanunverici təşəbbüsü hüququ olanlardır. Düzdürmü? Qanunverici təşəbbüsü hüququ olanlardır. Qanunverici təşəbbüsünə dediyi həm qanun, həm də qərar layihələri var. Ki, bu layihəni irəli sürürlər, ondan sonra Milli Məclisə qoyub, formada qəbul olunur, sonra prezident göndərir, dediyimiz kimi. Bu qanunverici təşəbbüsü hüququ olanlardır. Bəs, yaxşı, kimlərin qanunverici təşəbbüsü hüququndakı qanun və qərar layihələri 2 ay ərzində səsə qoyulur? Bax, təbii də məntiqlə baxsaq, Milli Məclisin hər ilin əvvəlində qanun qərar layihələrinin planı var. Qanunverici planı olur ki, bu il ərzində nələrə baxacağıq, sessiyalarda hansı qanunlara baxacağıq. Ona görə də Milli Məclis tələsə ehtiyac yoxdur 2 ay məsələsində. Mütləq qaydada kim olur? Deməli, orada olur papa, mı çıxılır üzrə, Milli Məclisin deputatları çıxılır, plus 40 min. Vətəndaş olanda nə olur? 2 ay ərzində səsə qoyulur. Yəni ki, prezident, Azərbaycanın Ali Məhkəməsi, Azərbaycanın prokurorluğu və Naxçıvanın Ali Məclisi və 40 min vətəndaşın təqdim elədiyi qanun və qərar layihələri 2 ay ərzində səsə qoyulur. Və deyir ki, qanun və qərar layihələri təcil elan olunursa 20 gün ərzində, 1 ay yox, 20 gün ərzində səsə qoyulur. Yaxşı, bunlar kimlər idi? Bildiyimiz kimi sadəcə papada müəyyən olunub ki, 20 gün. Yəni, prezident, Azərbaycanın Ali Məhkəməsi, Naxçıvan Ali Məhkəməsi yox, çaşdırırlar tələbələri. Azərbaycanın prokurorluğu, həmçinin Naxçıvanın Ali Məclisi olanda 20 gün ərzində təcildirsə səsə qoyulur. Yaxşı, sonra növbəti məsələmiz prezident seçilməsi ilə bağlıdır. Burada ciddi məsələ yoxdur. Tələbələrin çoxu bilir 10 il məsələsidir ki, 10 ildən artıq daimi yaşama məsələsi burada diqqət etmək lazımdır. Niyə görə?
Testdə yazırlar ki, Azərbaycanda 10 ildən artıq yaşayan vətəndaşlar tələbə götürür. Yox, mütləq qayda daimi yaşamalıdır. Daimi yaşama məsələsi də ki, ölkədən kənara gedə bilər təbii ki, məntiqən, amma müəyyən bir olmuş bir müddət var. Səhv eləmirəmsə 6 ay müddətdən artıq ölkədən kənarda olmalı deyil. Namizəd ki, o prezident seçilə bilsin. Yaxşı, Azərbaycan Respublikası prezidenti seçilir neçə il müddətinə? 7 il müddətinə. Əvvəl 4 il, ona görə suallar tezə çaşdırırlar. Bax 4 yoxdur, 7 ildir. Yaxşı, bax dedik ki, prezident seçkiləri keçirildi. Düzdürmü? İki məsələ var orada. O məsələ nədən ibarətdir? Məlumatın elanı. Bax, Mərkəzi Seçki Komissiyası həmin günün sonunda sandıqlar bağlanır, qutular, seçki qutuları göndərilir. Dediyimiz kimi Konstitusiya Məhkəməsinə. Konstitusiya Məhkəməsinə göndəriləndən sonra Konstitusiya Məhkəməsi birinci elan eləməlidir, düzdürmü? Kimdir prezident? Siyahı məsələn bunlardır. Bunlardan kim seçildi? Prezident oldu. Yaxşı, elan eləyir neçə gün ərzində? 14 gün ərzində. Bax 14 gün məsələsi diqqətli olmaq lazımdır. Niyə 14 gün? Burada bax 1 gündə ola bilər, 5 gündə ola bilər, 10 gündə ola bilər, 14 maksimal gündür. Bir günə də elan eləyə bilərlər ki, filan kəs prezident elan olunsun. Aha, yaxşı, bu elan ondan sonra bu and içməlidir axı. And içməli neçə gün ərzində olur? 3 gün ərzində olur. Uşaqlar çaşmaq lazım deyil. 3 gün ərzində bu 1 gündə and içər, 3 günə də and içər. Yəni bu testdə çaşdırırlar ki, 2 gün ərzində and içə bilər. Bəli, and içə bilər. 2 günə and içə bilər məsəl üçün. Hə, and içə bilər. Yaxşı. Prezidentin vaxtdan əvvəl vəsatətdən növbədənkənar prezident seçkilərinin keçirilməsi nədir? 60 gün ərzində, bilirsiniz də axırıncı dəfə məsələn gördünüz ki, İranın qanunvericiliyi də eyni idi. 60 gün ərzində prezident təyyarə qəzasında həlak oldu və 60 gün ərzində nə oldu? Növbədənkənar prezident seçkiləri keçirildi. Həmin bilirsiniz də o 60 gün ərzində də prezident kim olur? Azərbaycan qanunvericiliyinə uyğun olaraq birinci vitse-prezident, sonra vitse-prezident, sonra baş nazir, sonra Milli Məclis sədri, sonra isə Milli Məclisin müəyyən etdiyi istənilən vəzifələr. Bu dövlət qullusu da ola bilər, deputat da ola bilər, filan formada ola bilər. Yaxşı, prezident ağır cinayət törətdə Konstitusiya Məhkəməsi təşəbbüsü ilə Ali Məhkəməyə rəy verilməsi ki, prezident impeachment qaydasında vəzifədən kənarlaşdırsın. Düzdürmü? Burada fikir verməli olduğumuz şey ağır cinayətdir. Ümumiyyətlə, məsələ bundan ibarətdir ki, əgər sən prezidentsənsə, Milli Məclisin deputatısansa, ağır cinayət söhbəti var. Yox, əgər sən namizədsənsə, deputat kimi, məsələn, tutaq ki, onda sadəcə cinayətdir. Yəni, ona görə deyirlər ki, namizədə üstünlük verirlər ki, namizəd deyib, yox da cinayət olsun ki, belə deyək də, namizədə çox ağır yük düşməsin də, belə deyək, namizəd seçilə bilsin. Daha doğrusu, məsəl üçün, dediyim ağır cinayət nəyə əsaslanır? Tutaq ki, siz namizədsinizsə, müəyyən ağır cinayət törətmişsinizsə, siz deputat ola bilmərsiniz. Yox, əgər ümumiyyətlə siz deputatsınızsa, mütləq qayda ağır cinayət törətdinizsə, elə cinayət olsun, fərqi yoxdur. İstənilən halda siz deputatlıq mandatına məhrum edilirsiniz. Buna diqqət etmək lazımdır. Prezident ağır cinayət törətdikdə, görürsünüz, ağır cinayət, burada diqqətli olmaq lazımdır. Cinayət yazmayıb, ağır cinayət yazır. Təşəbbüsü qaydasında Konstitusiya Məhkəmə təşəbbüsü ilə Ali Məhkəmə rəy verir. Rəy nəyə görə verilir ki? Bu cinayət ümumiyyətlə ağır cinayətə aiddirmi, aid deyildimi? Bununla bağlı Ali Məhkəmə rəy verir. Neçə gün ərzində? Ümumiyyətlə Ali Məhkəmənin rəyi Konstitusiyada hər bir yerdə 30 gündür. Bunu diqqətinizə saxlayın. Yaxşı, prezidentin vəzifədən kənarlaşması ilə bağlı qərarın imzalanması məsələsi var ki, faktiki olaraq ümumiyyətlə bu məsələ ilə bağlı bildirim ki, sizə ümumiyyətlə dedik ki, prezidentin vəzifədən kənarlaşdırılması ilə bağlı, bax, prezidentin vəzifədən getməsi ilə bağlı 3 hal var idi, düzdürmü? Birinci hal bu idi ki, faktiki olaraq birinci prezident istefa versə, ikincisi prezident səhhəti ilə istefa yazıram, sonra səhhət yazıram, üçüncüsü də hər hansı bir ağır cinayət törətməsi idi, düzdürmü? Ağır cinayət. Və buradakı ağır cinayət məsələsi. İstefa verəndə nə olurdu? İstefa verəndə birbaşa ərizə yazırdı. Necə ki, işdən çıxanda ərizə yazsan Konstitusiya Məhkəməsinə, Konstitusiya Məhkəməsi əmin olur ki, sən yazmısan, əminlik olur, sonra sən nə olur? Həmin gündən ümumiyyətlə vəzifədən getmiş sayılırsan. And istəyi gündəndir, amma istefa verdiyi anlandır. Buna diqqətli olarsınız. Sonra səhhətlə bağlı məsələdə. Tutaq ki, siz getdiniz, ağır yaralandınız, yataqdan qalxa bilmirsiniz və yaxud da öldünüz. Bununla bağlı məsələ necə olurdu? Dediyimiz kimi, bir mənalı olaraq Konstitusiya Məhkəməsi neyinir? Milli Məclis Konstitusiya Məhkəməsində qarşısında tələblə irəli sürür və faktiki olaraq bunu bilirik ki, bu formada həll olunur. Yəni ki, istənilən halda istefada birinci olurdu, deməli, Milli Məclis ümumiyyətlə də prezident istefa ərizəsini Konstitusiya Məhkəməsinə müraciət edir, amma səhhətlə bağlı olanda burada məsələ bundan ibarətdir ki, Milli Məclis bu səfər birinci nədir? Konstitusiya Məhkəməsi, ikincisi səhhətdə Milli Məclis Konstitusiya Məhkəməsinə müraciət edir ki, bu ağır xəstədir və yaxud da ölüb, nəsə bu formada
Onun Milli Məclis Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsinə neçə hakim var? 9 hakim, 6 hakimdən səs verilir. Bu ikinci prezidentin vəzifəyə getməsi halı idi. Amma üçüncü vəzifə nə idi? Üçüncü məsələ nə idi? Prezident ağır cinayət törətdikdə impeachment qaydasında uzaqlaşdırılması idi ki, burada da nə edirdi? Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 30 gün ərzində rəyi ilə müraciət edir Milli Məclisə. Milli Məclis həmin məsələ Milli Məclis təqdim olundan sonra nə olurdu? 2 ay ərzində səsə qoyurdu 95 səs çoxluğu ilə. Ondan sonra həmin qərar qəbul olunursa Konstitusiya Məhkəməsinə yenidən göndərilirdi. Konstitusiya Məhkəməsi bir həftə ərzində həmin qərara tərəfdar çıxmaz idisə, prezident vəzifədən getməmiş sayılırdı. Yəni burada diqqət etmək lazımdır məsələyə. Yaxşı, digər məsələdə ümumiyyətlə demişdik ki, qanunlar qəbul olunur, göndərilir, prezidenti imzalayır. Düzdür? Bir dənə konstitusiyada yeganə hal, iki hal var ki, ümumiyyətlə prezidentin fərmanı Milli Məclis tərəfindən təsdiq edilir. Başqa heç bir yerdə heç bir məsələ ilə bağlı yoxdur. Ola hansıdır? Hərbi vəziyyətdir və fövqəladə vəziyyətlə bağlı Milli Məclisin prezidentin fərmanları göndərilir Milli Məclisə. Milli Məclis bunları təsdiq eləyir. O hansılardır və müddət nədir? 24 saat və 48 saat yox, 24 saat ərzində prezidentin həmin fərmanları Milli Məclis tərəfindən nə etməlidir? Təsdiq olunmalıdır. Başqa yerdə heç bir prosedur yoxdur. Yəni prezident fərmanı imzalayır, dərc olunur, qüvvəyə minir. Yaxşı, gələk başqa bir məsələyə. Ümumiyyətlə baş nazir vəzifəsi namizədlik haqqında təklifin prezident tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olundu. Demişdik ki, baş nazir necə təyin olunur Azərbaycanda? Prezident Milli Məclisə müraciət edir. Prezident təklifi ilə Milli Məclis tərəfindən baş nazir təyin olunur. Amma baş nazirin vəzifəsi nazir olunması prezidentin öz eləyirdi. Yaxşı, bu təklif dedik, düzdürmü? Ümumiyyətlə baş nazir vəzifəsinə öz vəzifəsini prezident öz vəzifələrini icraya başladığı gündən 1 ay və yaxud da köhnə Nazirlər Kabinetinin istefası verdiyi gündən 2 həftə ərzində nə olmalıdır? 2 həftə müddətinə gec olmayaraq baş nazir təyin olunurdu. Yadda saxlayın. Prezident öz vəzifələrini icrasına başladığı gündən ola bilər köhnə baş nazir prezident öz vəzifələrini icrasına başladığı gündən 1 ay. Ümumiyyətlə köhnə Nazirlər Kabineti istefa verdiyi gündən 2 həftə gec olmayaraq nə olmalıdır? Yeni baş nazir seçilməlidir. Hakim kim ola bilər? 5 ildən artıq işləyən, hansı ixtisas üzrə mütləq qayda, istənilən ixtisas yox, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşı hakim ola bilər. Hakimlərin vəzifədən kənarlaşdırılması ilə bağlı Ali Məhkəmə ümumiyyətlə demişdik ki, konstitusiyada bütün hardakı Ali Məhkəmə rəy verir, o 30 gün müddət müəyyənləşdirilir. Konstitusiya əlavələr haqqında konstitusiya qanunları Milli Məclisə 2 dəfə səs verməyə qoyulur və ikinci səs vermə seçilir və birinci səs vermə 6 ay sonra ümumiyyətlə konstitusiya qanunları mütləq qayda prezident tərəfindən imzalanmalıdır. 2 dəfə səs qoyulurlar. Birinci və ikinci səs vermə. Həmin aralıq nədir? Milli Məclis 2 dəfə səs verilir və 6 ay ərzində ikisində də səsə qoyulmalıdır, qəbul olunmalıdır. Göndərirlər prezidentə və prezident tərəfindən mütləq qayda imzalanmalıdır və 95 səs çoxluğu olmalıdır Milli Məclis deputatlarının seçilməsi isə. Yaxşı, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş qaydada deməli orada bilirik ki, 8 saatdan artıq işləmək olmaz və azı 21 gündən az olmayaraq ödənişli. Ödənişsiz yox ha. Yəni bu məclisə çıxanda sizə pul verirlər. Ödənişsiz məclisdə sən çıxırsan, sənə pul falan vermirlər. Və burada diqqət etməli 21 gündür. Yəni çox testdə yazırlar 30 gün tələbəni çaşdırırlar. Ona diqqətli olmaq lazımdır. Yaxşı, Milli Məclisin ilk iclası 83 deputatın, bax ümumiyyətlə Milli Məclisə demişdik neçə deputat var? 125 deputat var. Milli Məclisin səlahiyyət hesab olunması, yəni işləş olması üçün nə olmalıdır? 83 deputat səlahiyyətli olmalı demişdik. Yaxşı, 83 deputatı seçildiyi gündən bir həftədən gec olmayaraq Milli Məclisin ilk iclası keçirilməlidir. Və demişdik ki, bax, yaxşı, geç saymayalım, 83 deputat olmadı. Bu oldu 63 deputatda, yəni ki, seçkilər elan olunub, görüşük belə deyək ki, 63 deputat oldu. Amma bundan nə olur? İlk iclas kimi müəyyən edir, Konstitusiya Məhkəməsi müəyyən edir həmin ilk iclas gününü. Yaxşı. Sonra gəldik, bu konstitusiyanın son hissəsi var, keçid hissəsi deyə, keçid müddəaların olduğu yerdə. Nədir bu? 95-ci il konstitusiyası qüvvəyə minməsindən sonra yerli özündürlük haqqında qanun qəbul olunmalı və bələdiyyə seçkiləri keçirilməlidir 2 il müddətində. Halbuki bilirik ki, 95-ci il konstitusiyası qəbul olundu, düzdürmü? 12 noyabrda, 27 noyabrda qüvvəyə mindi, 12 noyabrda qəbul olundu. Amma 2 il müddətinə yox, 99-cu ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Məsələn, bu belə olmadı, amma burada nə olmalıdır? 2 il müddətinə. Bu testdə ümumiyyətlə düşmür bu müddəalar, amma istənilən halda diqqətli olmaqda fayda var. Və 95-ci il konstitusiyası qüvvəyə mindiyi gündən hakimlər yenidən təyin edilirlər 1 il ərzində. Sonra 95-ci il qüvvəyə mindiyi gündən Konstitusiya Məhkəməsi yaradılmalıdır. Yenə də 1 il müddətinə, amma 1 il müddətinə yaranmalıdır. Bunu diqqətli olmaq lazımdır. Ümumiyyətlə bu müddəalarla bağlı
daha çox testə düşür və dediyim kimi bunlara diqqətli olsaq ən azından bir sualı düz yazma ehtimalımız var.